Azərbaycan dövlətçiliğini niyə siz təhlükədə hesab edirsiniz? Niyə təhlükədə? Nədən təhlükədə? Hansı təhlükə var Azərbaycan dövlətçiliyi üçün? Buyurun. Təşəkkür edirəm sualınıza görə Teymur bəy. İlk öncə demək istəyirəm ki, bir neçə gün bundan öncə sizin özünüzün də bildiyiniz kimi mən bu mövzuya toxunmuşdum və bu məsələnin birbaşa dövlət təhlükəsizliyi ilə bağlı olduğunu, dövlətin suverenliyinin təhlükədə olduğunu çalışmışdım ki, xalqımıza açıqlaya bilim. Öz, necə deyirlər, məhdud imkanlarımla mən sadəcə olaraq Facebookda məqalələr yazıram. Və bu günləri baxıram ki, bu bizim mühacir müxalifətdə də maraq doğurur. Bu çox sevindirici haldır. Bəli, əsas məsələ dövlətin təhdid altında olmasıdır. Əziz xalqımız, uzun illərdir deyək ki, bu son 100 ili də əhatə eləyir. Hətta Məmməd Əmin Rəsulzadə devrindən ta İlçi bəy devri, ondan sonra 2003-cü ildə növbəti çevriliş, dövlətdə, hakimiyyətdəki çevriliş, İlham Əliyevin hakimiyyətə gəlməsi və digər qüvvələrin burada maraqlı olması bu aydın məsələdir. Biz tarixi zaman itirməmək üçün müzakirə etmirik. Orada da əsaslı sübutlar var ki, həqiqətən dövlətimiz təhdidlərlə normal milli hakimiyyətin əlindən alınıb və hakimiyyət bugünkü gün milli deyil. Ancaq çox maraqlı bir məqama toxunmaq istəyirəm və düşünürəm ki, bu xalqımız arasında da böyük bir rezonans yaratmalıdır bu fikirlər. Necə ki, biz mühacirətdə olan müxalif siyasətçilər bu məsələyə öz münasibətimizi bildiririk. Xalqımızın da artıq buna münasibət bildirmə zamanı gəlibdir. 33 il dövründə Heydər Əliyevin 10 illik hakimiyyəti və Azərbaycanın itirdiyi ziyalılar, yəni mən demək istədiyim odur ki, jurnalistlərdən yazıçılara qədər, filosoflara qədər hər kəs ya ölümlə təhdid olundu, ya həbs olundu, ya sürgün olundu. Mən özümü şəxsən sürgün olmuş sayıram. Eləcə də düşünürəm ki, digər mühacirlər də sürgün olunublar. Və bunların susturmadığı adam qalmadı. Bunların susturmadığı dil qalmadı. Gəlin özümüzə bir sual verək. Bu qədər qəddar, qatil bir ailəni, bu qədər ziyalılara zülm etmiş, Tərtər hadisələri kimi ağır cinayətləri törətmiş və arxasında durmuş, o cinayətləri törədən şəxslərə bugünkü gün vəzifələr paylayan hakimiyyət, hakim ailə. Necə oldu ki, bir eskort qadının barmağında dolandı? Bu necə ola bilər? Bu insan siyasi xadim deyil, ictimai xadim deyil, tanınmış bir ailə deyil. Yəni, sıradan bir ailə, sıradan bir öz mentalitetinə görə həyat tərzi sürən bir ailə deyək ki, öz əqidəsinə görə, hətta oranın mentaliteti də o qədər eybəcər deyil, nəinki o ailənin həyat tərzi. Ancaq məsələ bundadır ki, bu məsələdə qarşılıqlı münaqişəli məqamlar çoxdur. Bunlardan biri Sevil Əliyevanın, yəni Heydərin qızı İlham Əliyevin bacısı Sevil Əliyeva ilə İlham Əliyevin arasındakı münasibətlər. Biz buna nəzər salsaq, bu qadının, bu qızın, Alyonanın Azərlə olan fotoları, faktiki olan fotoları, bunların aralarında hər hansı bir əlaqənin öncədən, daha öncədən, bu balaca Heydərdən öncə olduğunu ispat edir. Bu qədər düşmən münasibətdə olan Mehriban Əliyeva və Sevil Əliyevanın münasibətlərinə nəzər salsaq, bu necə ola bildi ki, Mehriban Əliyeva belə bir sazişə, belə bir ailə formalaşmasına izin verdi? Biz çox gözəl bilirik bunların ailə arası münasibətlərini. Biz çox gözəl bilirik İlham Əliyevin saxta çağırışlarını, millət, devlət, milli əqidə, ənənə, bunların hamısından xəbərimiz var. Ancaq mənim demək istədiyim əsas bunlar deyil. Yəni, mən bunları söylədim ki, xalqımız və digər bu sahədə araşdırma aparmaq istəyən insanlar mövzunu
ailə daxili münaqişəyə çevirməsinlər. Bu ailə daxili nə münaqişə deyil, nə intriqa deyil, nə heç bir şey. Bu birbaşa bütün bu gedişat onu göstərir ki, öz bacısını Azərbaycana gəlməyə qoymayan, öz vətəninə gəlməyə qoymayan bir insan bugünkü gün hansı təhdidlər altında qaldı ki, eskort bir qadını gətirdi öz ailəsinə, öz oğluna gəlin elədi, öz oğlunun həyat yoldaşı elədi, özünə gəlin elədi və bir daha deyirəm, mənim bunların ailə içərisi problemləri mənim üçün maraqlı deyil. Mənim üçün maraqlı olan budur ki, necə olur ki, bu xanım, bu qadın qısa bir müddətdə hansı səbəblərdən Dillər Universitetində gedib bizim filoloqlarımıza mülahizə oxuyur. Bugün bu yaxınlarda biz gördük ki, bu xanım gedib hər hansısa bir dil inkişafı, Azərbaycan dili inkişafı fondudur, nəsə belə bir şeyə rəhbərlik eləyərək autizm xəstə uşaqları ziyarət eləyir və orada da çox bahalı əşyalarla, yəni qadın əşyaları, çantalar filan geyimlərlə özünü reklam edir. Demək ki, nə Mehriban Əliyeva, nə İlham Əliyeva bugünkü gün Azərbaycanda söz sahibi deyil. Mən demək istədiyim o ki, hətta bu ailəni məcbur eləsəydilər belə deyək ki, bununla evlilik olmalıdır. İndi bu ailəni məcbur eləyirlər ki, siz Azərbaycanı əvvəl siz düşündüyünüz və bildiyiniz kimi deyil, biz dediyimiz kimi idarə edəcəksiniz. Və bunun əyani sübutu bəs bu eskort xanımın artıq Azərbaycan ziyalılarının üzərində tutduğu mövqeydir. Azərbaycan ziyalılarının üzərində tutulan mövqey Azərbaycanın milli maraqlarına ziddir. Yəni, Azərbaycanın müstəqilliyinin təhdididir. Azərbaycanın suverenliyinin təhdididir. Bu prosesləri biz diqqətlə izləsək bir şeyi anlayırıq. Son zamanlar Azərbaycanın ən qatı, yəni ictimailəşmiş siyasi problemləri Rusiya ilə baş vermişdir. Xatırlayırsınızsa 2 il bundan öncə təyyarə qəzası, İlham Əliyevin Sankt-Peterburq səfərinin imtina eləməsi, geri dönməsi, təyyarəsini geri döndərməsi və aeroportda düşən kimi tez bir qorxa-qorxa, əsə-əsə xalqa bir məruza da elədi ki, problem nədir və bunun istədikləri nədir. Mən düşünürəm ki, bu mənim şəxsi fərdi fikrimdir və bunun üzərində mən çalışıram, araşdırmalarımı aparıram. Mənə belə gəlir ki, İlham Əliyev qumarda bundan öncə hər şeyi uduzduğu kimi siyasətdə də Azərbaycanın müstəqilliyini uduzub.